Salam, əziz və dəyərli Çağdaş Təhsil izləyicilərimiz, əziz müəllimlərimiz və şagirdlərimiz, hər birinizi xoş gördük. Biz bugün Azərbaycanın çox gözəl, səfalı, qonaqpərvər rayonlarından biri olan Saatlı rayonundayıq. Saatlı rayonunun Sarıcalar kəndinin qabaqcıl, nümunəvi, təqaüddə olan, fərqlənən, sevilən və seçilən müəllimlərini sizlərə təqdim eləmək istəyirik. Müəllimə, adınız, soyadınız necədir? Musayeva Svetlana İsmail qızı. Çox gözəl. Müəllimə, neçə il fəaliyyət göstərmişsiniz? Hansı fənni tədris eləmişsiniz? 1975-ci ildən təyinatla gəlmişəm. 2018-ci ildə 65 yaşım tamam olduğuna görə xitam verilib. 2023-cü ildə Emin Əmrullayevin Azərbaycan Respublikasının Əmək Veteranı adı knişkası ilə təltif olunmuşam. Çox gözəl. Yaxşı əmək fəaliyyətim olduğuna görə. Çox Bir gözəl. neçə fəxri fərmanlarım var. Ziyalılar Cəmiyyətinin fəxri fərmanı, Heydər Əliyev adına o hüquq təşkilatından olan yenə fərman. Çox gözəl. Bizim bunlar haqqında məlumatımız var az da olsa. Yəni biz sizi qabaqcıl nümunəvi olduğunuz üçün çəkib işıqlandırıb tarixə salmağa gəldik. Hansı fənni tədris eləmisiniz? Azərbaycan dili, ədəbiyyat. Ulu öndərimizin də dediyi kimi bir ölkəni məhv eləmək üçün onun dilini əlindən almaq lazımdır və siz bizim dilimizi təbliğ eləyib şagirdlərə çatdırmısınız, öz dilimizi. Bəs niyə görə bu qədər fənnin içindən dil ədəbiyyat müəllimi olmağı seçdiniz? Mənim atam sürücü olubdu. Ancaq sürücü olmağına baxmayaraq onun dil ədəbiyyata çox marağı olub. Həmişə Aşıq Ələsgərin, ondan sonra Cəlil Məmmədquluzadənin, Səməd Vurğunun, Mikail Müşfiqin haqqında bizə çox məlumatlar verir. Elə ilk dəfə bu fənnə qarşı maraq məndə atamla boyanıb. Sonra da dil ədəbiyyat müəllimim Fatma müəllimə olubdur. Çox gözəl. Valideyninizdən və müəllimə olan sevginizdən. Müəllim gərək birinci özünü şagirdə sevdirsin ki, şagird da o sevgi ilə fənni də mənimsəsin. İndi özümün də dərs verdiyim şagirdlərin əksəriyyəti demək olar ki, bax burada demək olar xəstəxananın müdiri, adil həkim və müxtəlif vəzifələrdədirlər. Bəs sizin uğurlu yetirmələrdən sizin yolu davam eləyən olub? Uğurlu yetirmələrdən hal-hazırda dil ədəbiyyat müəllimi işləyir, Mətanət. Sizin fəaliyyət göstərdiyiniz məktəbdə sizin uğurlu yetirməniz dil ədəbiyyat müəllimi kimi fəaliyyət göstərir. Çox gözəl. Buna görə sizə dərin təşəkkürümüzü bildiririk Çağdaş Təhsil komandası olaraq. Bəs müəllimə, biz bunu gözəl bilirik ki, siz çox gözəl müəllimə olmaqla bərabər çox gözəl həyat yoldaşı, çox gözəl ana və çox gözəl nənəsiniz. Neçə övladınız, neçə nəvəniz var? 2 övladım var. Allah saxlasın. Qızım riyaziyyat müəlliməsidir. Özümlə bir 13 il işləyibdi. Sonra Rusiyaya ərə getdiyinə görə, analıq məzuniyyətinə çıxandan sonra o işləməyibdi. Oğlum da Gəncə Texnologiya Universitetini qutarıbdı. İşləyirdi, bir 2 ildir işsizliyində işləmir. Ziyalı ailəsi, ziyalı övladları yetişdirib. Çox gözəl. Nəvəmdə bir nəvəm var, oxuyur, o da yaxşı oxuyur, 7-ci sinifdə oxuyur, Sumqayıtda. Çox gözəl. İnşallah nəticə var? Yox, nəticə yoxdur. İnşallah ki, bizim bu çəkilişlərimizi, nəvə nəticələrinizi yanınıza yığıb 20 il, 30 il sonra izləməyi sizə arzu eləyirəm. Müəllim də, həyat yoldaşınız da müəllim olub. Müəllim, özünüzü təqdim eləyin, zəhmət olmasa. Şaşbaş olacağım. Heç nə olmaz. Yaddaş itir. Özünüzü təqdim eləyin. Adınız, soyadınız nədir? Həsənov Məhəmməd Alməmmədoğlu. Çox gözəl. Neçə yaşınız var hal-hazırda? 83. Ay maşallah. Bu cavan qalmağın sirrini bizə də öyrədərsiniz. Müəllimə, siz öyrədərsiniz. Siz bizə deyərsiniz. Bu cavan qalmağın sirri nədir? 73 yaşında içində mən özüməm. Çox gözəl. Allah sizlərə ömür versin. Müəllim, siz nə müəllimi olmusunuz? Hansı fənni tədris eləmisiniz? Tarix, ictimaiyyət. Çox gözəl. Tariximizi şagirdlərə aşılamısınız. Yəni tariximizi tanıtmısınız, bildirmisiniz, aşılamısınız və tarix yazan şagirdlərdən də, tarix yazan igidlərimiz də sizin kimi uğurlu müəllimlərin yetirmələri olub ki, yeni tarixi yazdılar. Neçə il fəaliyyət göstərmisiniz? Bu 70 yaşa kimi işlədi. 70 yaşıma kimi işlədim. 14 yaşından işləyib bu adam. Çox gözəl, çox gözəl. Və sizin uğurlu yetirmələrdən sizin yolu davam eləyən olub? Mən Rus sektorunda işləyirdim. Burada da Ruslar azdır. Elə yaxşı oxuyan yox idi. Amma Azərbaycan bölməsindən var, Səfərov Vidadi, tarix müəllimidir. Müəllimin uğurlu yetirməsindən öz yoluna davam eləyəndir. Yoluna davam eləyən var. Çox gözəl.
Bəs yaxşı, bizim bu gün 6 may 2026-cı ildir. Bizim bu çəkilişlərə, bizim bu kadrlara 10 il, 20 il, 30 il, 40 il sonra sizin nəvə nəticələriniz baxacaq və gələcək nəsillər. Nəvə nəticələrinizə və gələcək nəslə ürək sözünüz, arzunuz və tövsiyəniz nə olardı? Arzumuz, tövsiyəmiz odur ki, böyüklərin hörmətini gətirsinlər, böyüklərə qiymət qoysunlar, dərs deyən müəllimlərin davamçıları olsunlar, öz nətər deyim, yollarını düz seçsinlər. Müəllim, sizin ürək sözünüz və tövsiyələriniz nə olardı? Gələcək nəslə və nəvə nəticələrinizə. Müəllimə dediyi kimi. Biz də Çağdaş Təhsil komandası olaraq sizlərə Allahdan uzun ömür, can sağlığı arzu edirik və arzu edirik ki, 2026-cı il 6 may bugünkü günün çəkilişinə siz 2036, 46, 56-cı illərdə nəvə nəticələrinizlə bərabər baxasınız. Və biz də gələcək nəslə təhsilə önəm verməklərini, oxumaqlarını və Azərbaycanın bayrağını daima uca zirvələrdə dalğalandırmağı arzu edirik. Təşəkkür edirəm, minnətdaram. Çox sağ olun ki, xoş xatirələrinizi və xoş anlarınızı bizlə bölüşdünüz. Sağ olun, xoş gəlmisiniz. Çox sağ olun.